Salam, vaxtınız xeyir olsun. Bu tox çobanımızı İmişli rayon Sarxanlı kəndindən Elşən bəyin sifarişlə yığıb hazırlamışam. Bir də yaxından çək. Deməli Elşən bəy, o belə adaptörü var. Bu zaryadka üstündür. Yəni zaryadkası nə zamansa aşağı düşərsə, o belə böyründə yeri var. Taxırsan, taxan zaman adaptördə bir yaşıl işıq yanır. Gərginliyə qoşan zaman ışıq qırmızı olacaq. Daş dolan zaman yenidən bir yaşıl işıq yanacaq. Bax bu düymə həmən akkumulyatorun zaryadkasını göstərmək üçün düymədir. Bax hal-hazırda 12,2 volt zaryadkası var. Bu düşürsə məsələn 11 volta, 10 volta, 9 volta gətirib bu adaptörün vasitəsilə tağasız zaryadkaya. İşə salmağında. Bax bu qara şunu yerə, yəni torpaqlamaq. Yəni armatura. Bax bu qaydada keçir armatura. Bu qırmızı şunun isə çəkdiyi məftilə gedir. Bu düymə sizdə yamaldısa, bu düymədən istifadə edirsən, yox əgər qoyundursan, mütləq içində vurmalısan. Yağışlı havalarda 0-da qalır, quru havalarda 1-də qalır. Və içərisində yaxından çək. İçərisində bu qədərdə yığıb hazırlamışam qardaş. İnşallah sabahlarım yola salacaq, xeyirli uğurlu olsun qardaş.